molekulunda ölçüsü ADN-nin ölçüsünə bərabər olan nukleotidlərin sayı ümumi nukleotidlərin 15%-ni təşkil edir. Biz bilirik ki, DNT molekulunda ADN-nin ölçücə guaninə bərabərdir, sitozin ölçücə timinə bərabərdir. Bunlar ölçücədir. Ancaq sayca ADN-nin bərabərdir timinə, sitozin də bərabərdir guaninə sayca. Deməli, bizə deyir ki, ADN-nin ölçüsünə bərabər olan, yəni guaninlərin cəmi ümumi nukleotidlərin 15%-ni təşkil edir. Guaninin mənim 15%-dirsə, guaninlə sayca bərabər olan sitozinin də deməli 15%-dir. Və demək ki, bunlar hər ikisi cəmisi 30%-ni təşkil edir nukleotidlərin. Sonra bizə nə deyir? Deyir, əgər molekulda 2 qat hidrogen rabitələrinin sayı 140 olarsa, biz bilirik ki, DNT molekulunda ADN ilə timin arasında 2 qat hidrogen rabitəsi, sitozin ilə guanin arasında isə 3 qat hidrogen rabitələri olur. Və deyir ki, 2 qat hidrogen rabitələrinin sayı 140-dırsa, deməli 140 mənə ADN-nin və yaxud da timinin sayını göstərir. Deməli, mənim 140 dənə ADN-nim və 140 dənə timinim var. Cəmi 280 dənəm biz ki, bu da onun ümumi nukleotidlərin 70%-ni təşkil edir. Çünki ümumi nukleotidlərin mənim 100%-i, onun 30-unu tapdıq ki, guaninlə sitozin təşkil edirsə, 70%-ni də demək ki, ADN-ilə timinin payına düşür. İndi bizə nə deyir? Deyir, molekulun ümumi kütləsi neçə olar? Molekulun ümumi kütləsini tapmaqdan ötürü biz guaninlə sitozini də tapsam, deməli, ADN ilə timinin cəmi eləyir 280 və bu 280-in 70%-ə bərabərdirsə, guaninlə sitozinin cəmini də 30% yazıb x-la tapsam, buradan x-in bərabərdir 280-i vuracam 30-a, böləcək 70-ə, cavabım edir, deməli, 120. Və ümumi nukleotidləri tapmaqdan ötürü mən ADN ilə timinin cəminin üzərinə guanin ilə sitozinin cəmini gələcəm. ADN ilə timinin cəmi edir 280, guanin ilə sitozinin cəmini də tapdım 120. Demək ki, mənim ümumi nukleotidlərimin sayı 400-ə bərabərdir. Və deyir ki, zülalın DNT molekulunun ümumi kütləsi neçə olar? Nukleotid sayını vuracam bir nukleotidin ümumi orta molekul kütləsinə, yəni 300-ə. 400-ü deməli 300-ə vuracam. Cavabım edəcək 120.000. Doğru variantımız B variantı olmuş olur.